Azərbaycan mədəniyyəti unikaldırmı? Biz nədən deyirik ki, Azərbaycan mədəniyyəti unikaldır, özünə məxsusdur? Bunun formulası nədədir? Qələmə aldığım bu əsər Zwischen Moderne und Archaik adlanır. Alman dilindən tərcümədə bu modernizm və arxaika arasında. Əslində bu kitabın fokusu Azərbaycan musiqi mədəniyyətidir, əlbəttə. Amma daha çox bizim belə deyim də interdisipliner deyirlər buna, disiplinlər arası, müxtəlif disiplinlər arası, yəni sırf musiqişünas əsəri deyil. Burada həm tarixi, həm sosioloji, həm kültür, həm də belə deyək, geokültür təsirlər, bizim mədəniyyətə olan geokültür təsirlərdən bəhs olunub. Demək, bu əsər Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuşdur və maraqlıdır ki, məhz 18 sentyabrda dərc olunub. Nəşriyyatda da bu var. Yeri gəlmiş Bielefeldin transkript nəşriyyatında bu dərc edilib. Bu akademik bir nəşriyyatdır. Bu demək, elmi nəşriyyatdır, elmi əsərlər dərc olunur burada. Bu əsəri yazanda mənim əsas fikrim nəyə fokuslanmışdı? Azərbaycan mədəniyyəti unikaldırmı? Biz nədən deyirik ki, Azərbaycan mədəniyyəti unikaldır, özünə məxsusdur? Bunun formulası nədədir? Mənə elə gəlir ki, bu formula əsərin başlığında elə öz əksini tapıb, modern və arxaik arasında bu bizim mədəniyyətin formulasıdır. Bu bizim mədəniyyətin hansısa bir tarazlığıdır, belə deyək də. Bizdə daima modernist meyillər bu arxaik adlandırdığım konservativ meyillərlə tarazlanır. Bu sonuncu 2 əsrdə bizim musiqidə əsasən baş verənlər, amma musiqi ilə bərabər də tarixi, sosial, kültürel dəyişikliklər barədə bu əsər yazılıb. Demək, burada bir çox illüstrasiyalar da var. Demək, bizim ölkənin 19-cu əsrin əvvəlində hansı bir vəziyyətdə olduğu. Bax, 3 böyük imperiyanın, belə deyək, cənubdan İran adlandırılan Qacarlar dövləti, qərbdən Osmanlı imperiyası, şimaldan isə bütün, belə deyək, qərbi təmsil edən Rusiya imperiyası. 3 geosiyasi vektor, 3 təsir və 3 geotəsir, geokültür təsiri bizim mədəniyyəti formalaşdırmağa gətirib. Bax, bu kitabın baş mövzusu bu barədədir. 19-cu əsrin əvvəlində Rusiya bizim regiona gəlir. Bu regionu Qafqaz adlandırırlar. Əslində, bu Qafqaz termininin özü də kolonial bir termindir, mənim fikrimcə. Çünki bu Qafqaz termininə bizim mənbələrdə rast gəlmirik. Bizim mənbələrdə müxtəlif, yəni coğrafi bölgələr var. Məsələn, Azərbaycanın özü var. Demək, 12-ci əsrdə ərəb coğrafiyaşünası Əl-İdrisi Siciliya kralı, əslində Norman kralı idi. 2-ci Roger üçün bir dünya xəritəsi tərtib edir və bu dünya xəritəsində Azərbaycanın adı var. 1154-cü ilin xəritəsi, təsəvvür edirsiniz. Bax, bu çox məsələlərdən xəbər verir və bu Qafqaz, Zaqafqaziyada deyirdilər, məsələn, bizim bölgədə, bu kolonial bir termin idi əslində. Çünki bizim mənbələrdə mən heç bir zaman rast gəlməmişəm bu toponimikaya. Azərbaycan özü var, məsələn, Xorasan var, çox böyük bir ərazi olub bu zamanında, bir sivilizasiya mərkəzi olub. Mavərin nəhri var, başqa digər bölgələr var. Amma Qafqaz özü bu 19-cu əsrdən peyda olur, Rusiyanın bu bölgəyə gəlməsindən. Və maraqlıdır ki, bu bölgəyə gələnə qədər bizim əcdadlarımız, bizim belə deyək də, bizim xalqımız, bizim dil ümumiyyətlə Aralıq dənizindən Hindistana qədər uzanan bir qovşaq kimi idi. Biz bunu bugün də müşahidə edə bilərik. Bugün də biz, məsələn, görə bilərik ki, məsələn, orada Suriya türkmanları var, İraq türkmanları var. İraq türkmanları əslində onların Azərbaycanlı olduğu barədə belə bir antologiya çıxmışdı 1980
3-cü ildə səhv eləmirəmsə, mən onda hələ uşaq idim. Mən yadımdadır ki, o kitabı vərəqləyərkən təəccüblənmişdim ki, Azərbaycanlılar İraqa necə gedib çıxıb. Bu əslində bizim xalqın, belə bizim dil qovşağının dediyim kimi çox böyük bir iki Aralıq dənizindən Hind okeana qədər olan böyük bir ərazini, böyük bir qovşağı əhatə etməsi idi. On 19-cu əsrin əvvəlində maraqlı bir hadisələr baş verir burada. Demək, Rusiya imperiyası gəlir bu regiona və bizim, belə deyim, xalqın bir hissəsi olan, bax, indiki bizim ölkəmiz, dövlətimiz, belə də coğrafiyamız gəlib biz düşürük yad bir imperiyanın təsirinə və biz burada milli azlığa çevrilik. Bu çox maraqlı bir fenomendir. Biz daima, belə deyim də, özümüzü komfort hiss etdiyimiz böyük geniş arealdan ayrılırıq və biz dili, dini, hərbi siyasi elitası, sosial vərdişləri, məişəti, hər bir şeyi bizə yad olan bir imperiyanın qucağına atılırıq və biz burada milli azlığa çevrilirik. Bu çox böyük bir stres idi insanlar üçün, çox dərin bir stres idi və bu stresin nəticəsində yeni bir hərəkətlənmə peyda olur. Bu hərəkətlənmə, belə deyim, bunun maarifçilik adı qoyulur. İlk bunun böyük fiquru Mirzə Fətəli Axundov idi. Biz belə bir sual qoya bilərik də biz qarşımıza. Niyə görə bizim maarifçilər çox böyük, kəskin ironiya, kəskin satira, belə hətta rişxənd, belə deyək də, Mirzə Fətəli Axundovun komediyaları, 6 komediya, ondan sonra Molla Nəsrəddin məktəbi, Mirzə Cəlil, Sabir, digər böyük dahilər, bunlar niyə görə bu qədər qırmançlayırdı, belə deyək də, bizim cəmiyyəti? Niyə görə bu istehza, bu satira belə bir vüsət almışdı Molla Nəsrəddin dilində? Çünki cəmiyyət hökmən böyük bir sosial dəyişikliklərə uğrayıb transformasiya eləməli idi, modernləşməli idi. Əks halda bizi tarixin səhnəsindən silinmə gözləyirdi. Və buna görə bu modern vektor çox güclənir, amma ona paralel taraz olaraq digər belə konservativ bir tərəfdə formalaşır. Bu Füyuzat jurnalı idi. Füyuzat jurnalı hesab edirdi ki, Molla Nəsrəddindən çox fərqli olaraq hesab edirdi ki, biraz başqa cür yanaşma gərəkdir. Bu milli romantizmin başlanğıcı idi, belə deyək. Əgər Molla Nəsrəddin deyirdi ki, ey müsəlman qardaşlarım, sizi deyib gəlmişəm, bax, belə başlayırdı. Yəni, Molla Nəsrəddin hesab edirdi ki, dili realistikləşdirməliyik, biz gərək dil, belə deyək də, məişətdəki danışılan dildən çox fərqlənməsin. Belə deyək də, bazarda danışan insanımız, o da başa düşsün Molla Nəsrəddində yazılanları, biz gərək xalq dilinə keçək. Bax, belə bir vüsət var idi, belə bir hərəkat var idi. Füyuzat isə deyirdi, əsla xalqın dilinə keçmək olmaz, əksinə xalqı gərək öz arxamızca aparaq. Böyük ədəbi dil yaradılmalıdır, ümumi bir dil, hansı bir dil ki, bütün ziyalılar o dildə yazır və tədricən xalq da bu dilə keçir. Məsələn, bu Füyuzat jurnalında da böyük dahilərimiz var idi. Yəni Hüseyn Cavid kimi böyük bir dahi var idi. Bu iki vektor bizim kültürdə daima bir-birini tarazlayıb, daima. Və maraqlıdır ki, bunun ən ideal versiyası, yəni bunun ən belə fokusu, belə deyim, Dahi Üzeyir bəyin yaratdığı Leyli və Məcnun operasında öz əksini tapır. 1907-ci ildə bu opera yazılır və 1908-də səhnəyə qoyulur və burada çox maraqlıdır ki, demək 23 yaşında gənc bir insan nəyə nail olur? Əvvəla bütün bu İslam coğrafiyasında ilk dəfə opera janrına müraciət edilir və maraqlıdır ki, dünya opera janrının içərisində də muğam operası kimi bir fenomen yaradır. Demək, həm bizim muğamı istifadə edir, həm də Avropa operasının demək müxtəlif demək həm xordan istifadə olunur, ariyalardan istifadə olunur. Ümumiyyətlə bu opera formasında bu əsər təqdim olunur. Leyli Məcnun, Füzulinin ölməz əsəri. Maraqlıdır ki, o zaman da bu əsər birmənalı qarşılanmır. İndi bizim üçün şedevr sayılan, indi bizim üçün yəni sözsüz də yəni bizim birinci əsərimizdir, belə deyim. Yazılı musiqi mədəniyyətimizdə
modern dövrdə, modern çağda. Yəni belə bir əsərdir. O zaman hətta belə bir söhbətlər var idi, qəzetlərdə yazılırdı ki, bizim böyük muğamımız var, bizim öz milli musiqimiz, bizim nəyimizə lazımdır? Firəngilərin operasını, bu cavan oğlan niyə görə bunu gətirib? Belə mübahisələr var idi. Yəni bu hər zaman bizdə belə qarşılıqlı olaraq belə modern və arxaika hər zaman belə deyək də bir-birini tarazlamağa çalışır. Bu bizim Azərbaycanın mədəniyyətində bax bunu unikal edən bu üç geosiyasi, geokültür vektor və bu modern və arxaika tarazlığı bizim mədəniyyəti həqiqətən də belə deyim, unikal edir. Dediyim bu məsələlər əslində millətləşmə prosesi idi. Millətləşmə prosesi, belə deyək də, fransız burjua inqilabından başlayaraq Avropada təşəkkülünü tapır. Sonra da bu modern dalğa gəlir bizə çatır. Millətləşmə prosesində ən vacibi dil məsələsidir ki, Azərbaycan dili öz formasında, belə deyim, ədəbi formasını axtarırdı. Bu ədəbi formada mən dediyim kimi Molla Nəsrəddin dili idi, realistik dil, bir də romantik dil, belə deyim. Bizim Byron demək olar da, Hüseyn Cavidin dili. Cavid əfəndi belə böyük bir tonda yazırdı, belə çox bəlağətli bir, gözəl bir dil var idi. Bu mübahisə əslində millətləşmə prosesinin böyük bir hissəsi idi. Musiqi də burada çox müstəsna, vacib bir rol oynayır. Başqa bir məsələ isə yeni texnoloji era idi. Məsələn, burada bu kitabın içərisində ayrıca bir demək hissə var, Bakı fenomeni. Bizim bax bu yaşadığımız, əsasən də fəaliyyət göstərdiyimiz Bakı şəhəri heç bir zaman Azərbaycanın ən vacib şəhəri olmayıb. Azərbaycanın ən vacib şəhərləri biz bilirik də, bizim Şamaxı olub, paytaxtımız Gəncə olub, Təbriz şəhəri, Ərdəbil və digər də. Amma Bakı heç bir zaman bu qədər vacib rol oynamamışdı. Bakı kiçik bir dövrdə Şirvanşahların paytaxtı olub, yəni bununla da kifayətlənib. Amma 19-cu əsrin ikinci yarısında Bakı qəflətən çox müstəsna bir rola sahib oldu və bu da bağlı idi Şamaxıda olan seismik zona ilə əlaqəli idi. Şamaxıda bildiyiniz kimi çox seismik bir zonadır. Orada çox dəhşətli zəlzələlər olur. 19-cu əsrdə 5 dəfə belə zəlzələ baş verib. 4 dəfə, yəni biri də 1902-də olub. Ən dəhşətlisi 1859-cu ildə Şamaxıda baş verən zəlzələ idi ki, o 40 minlik şəhər tamamilə yerin altına gedir və bundan sonra o şəhəri bərpa etmək mümkün olmur. Ona görə də Bakı demək qəzası, Bakı quberniyası peyda olur. Bakı artıq bunun mərkəzinə çevrilir və eyni zamanda da ikinci sənaye inqilabı baş verir dünyada. Buna neftin gərəkliyini artırır və Bakı qəflətən, belə deyim də, Rusiyanın faktiki industrial sənaye paytaxtına çevrilir və dünyadakı neftin 50%-nə qədər o zaman istehsal olunurdu Bakıda. Və beləliklə bütün dünyadan kapitalistlər, bütün dünyadan bu belə deyil, yırtıcı kapitalizmin nümayəndələri gəlir Bakıya doluşur. Bakıda özünə yer alır. Bilirik biz bunu. Nobellər, Rothschildlər və s. və digərləri. Beləliklə maraqlı bir iş baş verir, maraqlı bir fenomen baş verir. Biz Bakının özündə də milli azlığa çevrilirik. Bizim dilimiz də milli azlığa çevrilir, bizim özümüz də və bizim mədəniyyətimiz də bir növ belə bir milli azlığa çevrilir. Bu da transformasiyaya yenidən böyük bir təkan verir. Dəyişilməyimizə, yeni mühitə uyğunlaşmağımıza. Yeri gəlmiş texnoloji, texnogen inqilab, texnoloji dəyişikliklər bizim musiqiyə də çox dərindən təsir eləyir. Misal üçün, 19-cu əsrin sonlarına yaxın səs yazma peyda olur. Bunu ixtira eləyirlər ilk dəfə. Thomas Edison, sonra Berliner bu qrammofon vallarını ixtira eləyir. Və bütün dünyada musiqiçilər artıq öz ifalarını qrammofon vallarına yazmağa başlayırlar. Təbii ki, bizim əhalimizə də öz milli musiqisi lazım idi. Bizim muğam ifaçılarına deyirlər ki, siz də qrammofon valına muğamı yazdırın. O zaman Rusiya imperiyasının tərkibində Varşavada, Polşada, Rusiyanın tərkibində idi. Polşada Sport Records adlı bir
firma peyda olur. Pathé firması Fransanın, Gramofon firması İngiltərənin Rigada, sonra Tiflisdə açılır daha bir demək bu bölgə üçün. Amma burada bir problem çıxır. Muğam ifası, yəni o zamanki qramofon valına necə yazıla bilər? Çünki cəmi 3-4 dəqiqə məhdudiyyət var idi. O zaman çox məhdudiyyətsiz yazmaq olmurdu. Muğamı da necə yazasan? Muğam 1 saatlıq dəstgah gedir. Və bizim ifaçılara deyirlər ki, yox, siz yazmalısınız. Bizə Avropa musiqisini yazmaq olur. Məsələn də Aida operasından marş 3 dəqiqədən çox çəkmir. Hər hansı bir ariya 3-4 dəqiqə çəkir. Bunu sığışdırmaq olurdu. Adamlar qoyur, operadan dinləyir, feyziyab olur. Amma muğamı necə yazasan? Və bizim ifaçılar deyirlər ki, biz heç nə bilmirik. Texnogen belə tələbat var. 4 dəqiqəyə sığışdırmalısan. Və bizim musiqiçilər də belə baxır ki, necə bərdaşla başlamalısan, gərək maye rasta çıxasan, oradan yuxarı, əraqa, sonra enə, sonra da bir dənə rəng də olmalıdır. Və məcbur olub başlayırlar dəyişdirməyə. Çünki başqa cür imkan yoxdur. Sən gərək hökmən ya uyğunlaşırsan texnogen eraya, ya da ki, yəni çıxırsan tarixin səhnəsindən silinirsən. Və maraqlıdır ki, bu şəraitdə bir ifaçı, Məşədi Zeynal adında məşhur tarix ifaçısı olub o zaman, o imtina eləyirmiş getməkdən. Demək, hamı deyirmiş ki, Məşədi, siz bu qədər məşhur ifaçısınız, hamı istəyir dinləsin. Niyə Cabbar Qaryağdıoğlu gedir, Keçəçi Məhəmməd də gedir, Bülbülcan, hamı gedir də Polşaya, Rigaya yazdırır. Siz də yazın. Bu da deyir ki, olmaz. Çünki əgər mən ifamı o vala yazsam, hər evdən bir Məşədi Zeynal çıxar. Yəni, təsəvvür eləyin də, bu adam böyük fəlsəfi bir problemə toxunur. Sonra 30-cu, 40-cı illərdə bu unikallıq problemi Avropa fəlsəfi fikrində peyda olur ki, sonradan isə 70-ci illərdə simulakr məsələsi, Baudrillard'ın yaratdığı da o fəlsəfi baxış, simulakr. Bu indidən deyirdi ki, əgər kimsə istəyir ki, mən onun üçün ifa eləyim, gəlsin, məni tapsın, mən tarı götürüm, gedim onun evinə oturum, ifa eləyim, o da feyziyab olsun, pulumu alım, gedim. Yəni, əsas məsələ. Amma belə isə deyir, mən deyir, onda necə olur, çoxalıram, bütün evlərə paylanır. Bax, belə, çox maraqlı proses idi. Əslində, amma Məşədi Zeynal da bu tarixin gedişatına çox müqavimət göstərəlməyib. Biz dostlarla axtardıq, onun da ifasını tapdıq. Demək, o da əvvəl-axır təslim olub bu tarixin gedişatına. Yəni, bu modern dalğası çox böyük bir zərurət idi və bizim mədəniyyətdə çox geniş, çox böyük dəyişikliklərə gətirir. Musiqidə isə Üzeyir bəyin demək, yaradıcılığının birinci hissəsinin zirvəsi sanki onun ilk əsəri ilə başlayır. Sonra ikinci hissəsində də Koroğlu operası kimi bir şedevr yaranır. Koroğlu operası özü də çox unikal bir əsərdir və unikal bir zamanda yaranıb. Belə deyək də, qısaca bircə o faktı demək kifayətdir ki, bu əsər demək, musiqi tarixində yeganə bir operadır ki, öz müəllifini xilas eləyib. Yəni, bu operanın yazılma tarixinə bir baxaq, 1937-ci ildə premyerosu olub Bakıda və sonra 1938-ci ildə Moskvada, Bolşoy teatrda və ora bütün Sovet rəhbərliyi gəlmişdi. Başda yoldaş Stalin olmaqla bütün demək, Sovet rəhbərliyi, Jdanov, Manenkov, başqaları, digərləri və Üzeyir Hacıbəyli Ev Muzeyinin keçmiş direktoru Ramazan Xəlilov 80-ci illərin sonlarında danışmışdı ki, bu opera Stalinə o qədər dərindən təsir etmişdi ki, hətta kulis arxasına gəlib Üzeyir bəylə Azərbaycan dilində bir neçə kəlmə demişdi və xahiş eləmişdi ki, bu operanın son aktında dəyişikliklər edilsin, belə deyək də, xalq şənliyi əlavə edilsin. Biz indi bu əsəri məhz bu formada görürük. Bu bizim milli mifologiyadır, bu bizim milli mifdir. Biz, məsələn, bu 30 illik bu işğal və milli təhqir, milli alçaldılma bir periodu idi də bizim üçün. Ölkəmizin işğal olunması. Bizimlə bərabər addımlayan, hər addımda olan nə idi? Üzeyir bəyin operası. Onun üverturası, onun xorları, onun bizə ruh verirdi, o bizlə bərabər idi və bu doğrudan da bizim milli mifologiyadır.